Salam dostlar. Bugün Dubai şokoladı yiyəcəyik. Benim geç kalmışdı. Bunu bizim markette satırdılar. Dostlar qiyməti 2 manat 89 qəpik idi. Sizin de gözlüğü falan taktım. Biraz güncel tutar falan. İçbəsində vaxt olanda 20 neçə manat, 25 manat falan idi. Almağı fikirləşirdim. Amma sonra imkan olmadı, onun üçün ala bilmədim. Hazır fürsət varken dadına baxar. Əminəm ki, orijinal kimi deyil. Amma yenə də tadına baxar. Məncə 3 manata bu belə bahadır da. Yəni bu boyda şey 3 manat üçün məncə bahadır. Nəysə. Necə açılır bu bacım? Videonu indi çəkirəm. Böyük ehtimal sabah gün orta paylaşacağım. Aça bilsək inşallah. Birinci dəfədir başqa deyəcəm, heyecanlandım. Belə bir şeydi dostlar. İnşallah mənə aydın bir şəkildə görürsünüz. Bismillah. Oha. Bu arada bitisi belə yaşlı olanlar mənə nəsə qida boyasının vibe'ını verir. Yandı çay. Benim Nikolay'dan qalmış stəkanından çayımı içirəm. Bunu mənə ad günümdə kimsə səhv eləyib alıb. Tam olarak bir 10 ildən çoxdur dostlar. Bu stəkan 15 ili var. Zarafat istəyirəm. Bir 15 yıl istekan oldu. Zarafatsız. Əlimdən milyon dəfə yerə düşüb ama qırılmır. Videomu 1 saniyəlik yandırıram. Kanalıma abone olup videonu beğenin. Belə tip videoların devamı üçün mənə dəstək olun. Həvəsə gəlməyim üçün bəyənməyinizə İhtiyacım var. Bu istekan bu beğenini hak ediyor. 15-ci stəkan. Şokolatı çox şirindir. Öncəliyinə çox şəkərli bir şokoladdır. İçindəki büstənin də dadı gəlmir. Kadayıf deyirlər də türklər. De kadayıfı da yəni qovurulmuş kadayıfın dadı belə aydın bir şəkildə gəlmir. Ümumiyyətlə büstənin dadı da yoxdur. Yəni 2 manat 89 qəpik üçün olduqca normal da demək istəmirəm. Çünki 3 manata bahadır yəni. Yəni Dubai şokoladı əminəm ki, belə deyil. Çünki dadı çox qəşəng deyil. Çox şəkərlidir, inanılmaz. Şokoladı çox şəkərlidir. İçi çox şirin değil ama üstü çok şirindir. 10 üstündən bal verəsi olsam 5 verərəm.